Çita, sakit ol, Əziz tamaşaçılar. Çita. Necəsən, Çita? Niyə Əziz qışqırırsan? tamaşaçılar, bir daha sabahınız xeyir, Çitam fərqli mənim. şəkildə sizi Dostlar, salamlayırıq. Yox, Bəli. qorxmayın. Dostlar, əslində bu meymunumuzdur. Çox belə heç də şuluq da deyil, sakitdir. Gördük Tofiq, Yeməyi gördük. verəcəm. Qorxma, 5 dəqiqə döz verilişdən sonra. Könül, sən baxdın ona qorxdu, uşaq sən elə Mən ona baxmadım, mən Sən ona ona baxmaqdan qorxursan, belə qorxma, onu sevmək lazımdır. Mənim Çita, öz balaca şirin Çita. itim var, bax. necəsən? Sənin itin var, mənim burada çitam var. Bizim hörmətli dostumuzun üzərində belə qəşəng bir tutuquşu var. Danışa bilirmi, bilmirəm. Bəli. Bu yenat Rafiq var burada. Əhmədov, heyvan təlimçisi, xoş gəlmişsiniz. Gəlincik. Gəlincikdir, bu nə qəşəngdir, şirindir. Və onu- Ümumiyyətlə, bunlar yola gedirlər. Meymun, it, Bəli, tutuquşu, bunlar hamısı. Bəli, hamısı Bir bir-birinə tapırlar. yola gedirlər. Bəli, yəni insanlarla da, yəni öyrədilmiş hamısı heyvanlardır. Aha. Heyvanlardır. Ən təhlükəli heyvanlar belə, yəni bilirik ki, evcilleşdirilə bilir. Bəli. Təbii ki, burada da qorxulu məqamlar keçə bilərsiniz. Bunu amma professionalların etməyi daha düzgün olar deyə düşünürəm. Və burada sizə ən çətin gələn proseslər, hadisələr nələr olur? Məsəl üçün, hansı heyvanın əhilləşdirilməsi daha çətin olur? Məncə meymun. Meymun artıq çoğulluq elədi veriş Əslində başlayan. körpəlikdən, uşaqlıqdan onları böyüdəndə, yəni heç bir şey eləmirlər. Yəni insana öyrəşdikcə, insan onlara yemək verdikcə, yəni onları sığalladıqca, oynatdıqca, yəni Onlar elə bir uşaq kimidirlər də. Bəli, Başlarını uşaq sağlayırsan kimi da öyrəşirlər. arkadaşım. Yaxşı, bunları nə verirsiniz nə yeməyə? Biraz bu Hər heyvanın sirləri açın. ət yeyən heyvanlar var, gəmirici heyvanlar var. Məsəl üçün meymundur, banan Meymun nə yeyir? yeyir, gerkules Meymun banan yeyir. Banan meyvələr yeyir, o bildim. Gerkules də yeyir. Bəli, meyvələr yeyir, yəni vitaminli şeylər. Sağ ol meymun. Yaxşı Bir də yaşayırsan. sizin mərkəzlərə gələn, hansı ki bu heyvanları ziyarət etmək üçün, oynatmaq üçün gələn müştərilər ola bilər. Onlar qidalandırmağına icazə verilirmi orada, yaxud da özləri ilə hansısa bir qida növü gətirə bilərlərmi heyvanlar üçün? Icazə veririk. Bu nəyə özümüz görədir? elə vaxtında veririk. Çünki qıraqdan gətirilən biz Problem yarada bilər. bəli, problem yarada bilər. Ona görə elə özümüz İndi siz bizə deyin, bu zool təcrübənizdən, nə qədər ki bu heyvanlarla bunların dilini başa düşə bilirsiniz, hiss Bəli, edə bilirsiniz. bəli, hiss Bilirəm edirəm. ki, indi tutuquşu sizin dildə danışır, o heç. Amma bunlar belə, məsələn, bir baxışdan, bir nəsə bir sözdən, səsdən və tuta onları bilirsiniz. bilirik, hiss edirik. Yəni su istəyəndə hiss edirik ki, ya bildirirlər ki, onu su Öyle içmək istəyir. Yəni biz vaxtı-vaxtında hər bir şey. Sabir, deyirsən artıq tutuquşu Bu ilə artıq dil bəli, tapmısan, deyəsən acı. söhbət edirsən onunla. Baxın bu formada. İndi o necə ki bizim əlimizin üzərində qalır. Geri gəlmişkən sizin tutuquşular danışa bilir. Yox, məncə çətin danışan danışan növdən var, deyil. amma Danışan deyil. adam görəndə biraz. Sizin deyəsən zəncirinizi gözü düşdü, başlayır Ya, işləməyə. elə o. də həmişə. Baxın. Yaxşı, indi bizə deyin, ev şəraitində bunları saxlamaq olar. Bəli, rahat olar. şəkildə. Bəli, olar. Bəs onlara Məsələn, meymunları tutaq ya, it bildik, tutuquşu bildik. Məsələn, meymunlar nə dərəcədə kaprizlidirlər? Meymunlar onları incidəndə, məsəl üçün sıxanda, nə İncitmək tutmaq nədir? Əgər bu evi dağıdacaqsa biz nə etməliyik? Yox, Necə onları cəzalar? öyrətməkdən Ha, asılıdır. Yəni öyrətmək. uşaq necə olur? Onlar da elən kimi, uşaqlıqdan öyrədəndə onlar bilirlər nə eləmək Hətta olar, mən nə bəzi eləmək meymunlar olmaz. görmüşəm, indi filmlərdə də bunu bəzən göstərilir seriallarda. Ev işləri ilə məşğuldurlar. Bəli, Çünki əsas öyrədilməkdən kömək asılı olar. Yəni uşaqlıqdan öyrədəndə, başa salanda Amma belə bir məsələ var da. Məsəl üçün biz deyirik o ev heyvanlarının öyrədilməsi, onlara qulluq. Bu onların da kiçik yaşlarından Çita. olmalıdır. Ümumiyyətlə Çita. körpəlikdən götürmək Bəli, lazımdır. Yoxsa əsasən bir çünki yaşa böyüyəndən qədər. sonra artıq düşünürəm çox çətin olar onların 1 yaşına evcilleşdirmək. qədər əhəlləşdirmək olur. 1 yaşından sonra olur, amma biraz çətin olur. Siz mənə deyin, bu çitanın neçə yaşı var? Titanın 1 yaşı. 1 yaşı var. Neçə yaşına götürmək olar meymunları saxlamağı, əhliləşdirmək? Belə öyrədilmiş meymunların yaşının fərqi yoxdur. Fərqi Neçə yox. yaşından. Amma belə təzə balası olanı uşaqlıqdan gəlir öyrətmək lazımdır. Eləmi? Yəni əhəlləşməyi üçün də, Və yəni onların istədiyiniz şeyləri qorxduğunu necə anlamaq? Məsəl üçün dovşanlar, itlər, pişiklər bunlar əsirlər əlində. Onun məsələn bu əsmə həmişəmi qorxmağa gətirib çıxar, yoxsa sadəcə onların üşümüş ola bilərlərmi, yaxud Ola nəyisə bilər, işarədir? üşüməkdən də ola bilir. Belə qorxanda da hər heyvan əsir, yəni hiss eləmək olur. Özün güvəndə hiss etməyəndə Bəli, bəli. əsər. Bəs ajanda nə edir? Onu bilə bilərik. Acanda Acanda Biraz elə səs səni çıxarır. başa salacaq ki, sən özün başa düşəcəksən, narahat olma. Acanda onlar onu mütləq çatdıracaqlar. Cita, sakitləşmirsən Və deyəsən. bir məsələ maraqlıdır. Rahatsan? Bunlar sizin məkanda bir yerdə yerləşdirilir. Olsun evimizdə belə tutuquşu ilə məsəl üçün it saxlaya bilərik. Bu zaman məsələn tutuquşu bilirik ki, gün ərzində çox səsküylü heyvandır, quşlardır və it yatırsa əgər ona mane olurmu, yoxsa bunlarda elə bir şey yoxdur? Yox, onlar artıq öyrəşiblər bir-birlərinin səslərini, yəni heç biri bir-birinə mane olmur. Gecə-gündüz fərq etmir. Məsəl üçün burada ərəb dovşanımız var. Aha. Onlar gündüzlər yatır, gecələr çox vaxt. Bu qədər səsküyə baxmayaraq gündüz indi də yatır. elə yatıblar. Bir dovşanlar yatıblar. Durğuzmayaq yazıqlar, qoy yatsınlar biraz. Özü çox Yəni balaca onu təqdim dovşanlardır edək, mən Bəli, istəyirəm. bunlar bu Görünür qədər yatıblar. olurlar, çıxançıq deyirlər. Bunlar gündüzlər yatırlar, gecələr aktiv olurlar. Samirsən birini durğuzdun, böyüyü durğuzdun artıq.
Yox, qoyun oyaqdır siz- artıq. Baxın. Oyaqdır verin götürün. Oyandılar. Yaxşı, indi bu heyvanlar öz aralarında necə dil tapırlar? Məsələn, bu meymun sovşanla Bəli, yola danışırlar, gedirmi? öz bir-birlərinə. Tutuquşu gəlib meymunun başından dişləyirmi? Yox, yox, xeyr. Belə şey Yəqin yox. ki, Bir qəfəsləri heyvan ayrı-ayrı olur. Evdə də belə sakit saxlamaq olurlar. lazımdır və düşünürəm ki, necə Yaxşı, ki, itlər necə pişiyin sıçanları yoxdur saxlanması sizdə? eynidir. Ev sıçanları. Sanlar var. Var. Olur, bəli, xamyaklar olur. Xamyaklar da var. Əhəlləşdiririk, bəli, hamısı əldə rahat. Pişiklər də ki, heç Bəli, müxtəlif bəli. növlər. Hamısı bütün orada olan heyvanlarımız. yəni Cənnətdir, doğrudan da bu gözəl heyvanlarla bir mühitdə adam belə tam başqa bir aləmə qərq olmalı. Amma bir şey var, Tofiq, başlayanda necə səs-küy eləyirdi sənin Yox, yox, qucağındakı? qorxdu da bir anlıq özünü itirdi. Kameralardan Kameraları gördü. yox. Belə yerə düşmür, bax, görür operatorlar var, kameralar Kamera var. fobiyası var Belə meymunumuzda. narahat olma. Görürsən öyrəşib artıq başa düşdü ki, gələn verilişlərdə bizimlə aparıcılıq eləyə bilər. O başa düşdü ki, sən onu qucağından salmayacaqsan. o Bəli, yüzden bəli, bəli, bəli. Baxın bəli, dostlar, bəli. bu tutuquşu 100% acdır. Baxın, baxın. Xeyr, Gördün? xeyr, ac deyil o. Oynamaq istəyir. Adət sadəcə. eləyib artıq Hə, bunu. Bəli, Yox, o oynamaq səninlə istəyir. oynayır, əzim. Yəni heç bir heyvan burada insana hamısı öyrəşiblər də. Bəli. Aha, çünki bunlar nəzərə alsaq ki, Yox, meymun həmişə ümumiyyətlə mənim üzərimdə insanlarla- indi yatır. İnsanlarla Təmasda təması olan var, bəli. heyvanlar. Meymun ümumiyyətlə məni qucaqlayıb artıq belə əməli başlı yeri də öyrəşib, rahatlaşır. Əlini də qoy başının altına. Çox əlverişli sən onu tutmusan, belə əsl yatmaq üçün. Hə. Bir, Getdəcə, bir də ki, getdəcə. elə Necəsən, hazırda Çetin? bu virus olan Yaxşısan? dönəmdə, yəni bu Yaxşı virus olmuş. karantin Gör mənə necə müddətində baxır könül. onların gigiyenası necə əməl olunur? Məsəl üçün ev şəraitində biz bilirik ki, çimizdiririk. Mən məsələn bildiyim ancaq itlər, pişiklərə qulluqdur, quşlardır, qəfəslər təmizlənir. Bəs onların dərmanlanması olurmu ümumiyyətlə? Belə Nəyə deyək. diqqət yetirmək lazımdır Belə viruslardan deyək də, qorumaq? martın 15-dən o pandemiya ilə əlaqədar olaraq bağlı olsaq da, yəni hər gün gedirik, bunların gigiyenası, təmizliyi, yemləri, suları, yəni hər gün necə, həmişə necə, indi də elə temizdirilməsi hamısı vaxtında olunur. Bəs ev şəraitində, məsələn, biz öz istifadə etdiyimiz təbii ki, heyvanlar üçün ayrıca şampunlar falan olur. Onlardan istifadə edə bilərik, gözlərində yanma falan olur. Uşaq şampunları əsasən istifadə olunur. Yəni gözləri yanmasın, Yox, onları yox, incitməsin deyənə xüsusi şampunlar olur. Bəs nə Onlarla qədər? istifadə Məsələn, edirik. neçə gündən bir çimizdirilməlidir? Bu Həftədə tüklər iki tökülməsin dəfə. deyə nə etmək lazımdır? Həftədə 2 dəfə temizdirmək lazımdır. Yəni təmiz olması üçün. Özdə bunlardan qəşəng iyi gəlir. Deyirsən ətirlənmisiniz yoxsa nədir bu? Burada? Efirə Yox, hazır onlar olur. Tofiq. Çita nə oldu? Çita. Qrimdən Efirə görə yox, Çita yəni sakit onlar ol, həmişə sakit ol, çimirlər, sakit yəni ol. vaxtı-vaxtında. Yox, Bəli, ətir də tək var. efirə görə yox. Ümumiyyətlə nə qədər doğrudur? Məsələn, bax elə ətir demişkən, məsələn hansısa bir spirit və yaxud da hansısa bir ətir istifadə etmək belə heyvanlarda. Spirt məsəl üçün meymunlardır, Qulaqlarına. temizlənəndən sonra əllərinə, ayaqlarına spirt vururuq onların. Amma belə duxuza çox da elə vurmaq olmaz. Yəni allergiyası ola bilər. Bax məsələn ziyan biz ola bilər. məlumat vermişdik, bununla bağlı geniş bir hətta reportaj hazırlamışdıq ki, ev heyvanları ilə biz təmasda olanda məsələn küçəyə çıxırıq, hansısa bir virus hopa bilər bizə və nə baş verir? Biz gələrik evimizə və ev heyvanımızı yoluxdura bilərik. Bax bu formada yəni nə qədər risklidir? Tutuquşular və yaxud da meymunlar, yəni nə qədər ehtimal var belə? Hansılar Belə- daha çox risklidir? Risklidir deyəndə belə əsasən karantin müddətində çıxarmaq məsləhət Ciddi, deyil. tabii, Yəni tabii. öz həyətiniz, bağ eviniz Sakit varsa ol, elə öz bağ evinizdə gəzirə bilərsiniz. Karantindən sonra da çıxardın gəzirsiniz inşallah. Aha, bax belə götürə bilərik və onlar artıq karantindən sonra Bəsən sərbəst hamınız formada dostlaşmısınız ha heyvanlarla görürəm artıq, hə? Burada şinşilamız da var. Şinşila var. Bəli, Ona baxaq. onu diqqətdən Çita, kənar Çita qoymuşuq. gedək Şinşilanın yanına. Dostumuzla bir salamlaş. Şinşila. Çıxart şöyle baxaq. Hoppa, Şinşila. Bir qədər elə bir ki meymuna da bənzəyir. Gəl onu istəyirsiniz elə öz yerinin üstlərinə qoyaq. Cütə, Şinşila ilə dostluq edirsən yoxsa yox? Gedək Şinşilanın yanına. Bəli, yola gedirlər. Yola heç sənə- gedirlər. Bəli, bəli. Bir-birə Ay, maş-maş ay, quş-quş. bığları necə əsir onun bığlarına bax. Buna bax, sığallayır ha bu. Tutmaq istəyirsiniz? Bunu tutsam gələ meymunu buraxam, o da ki Sədaqətli dicləyəmir. İstəmirsən, Bəli. hə? Artıq Mən çox öz- istəyirsən meymunu. Çitama Ay, sədaqətliyəm. necə burada. gözəl dərisi var onun. Çox qəşəng tükləri var. Çox qəşəng. Vuruldun sən artıq. Mənə elə gəlir ki biz əməli başlı fotosessiya eləyə bilərik bu gözəl heyvanlarla. Verirsən Əlbəttə. sonra da. Efirdən. Sən bir onu bilirsən, yerləşdirə bilirsən çiyinlərinə də özü. Mən Və artıq bayaqdan bir əlindən digərinə bir neçə keçirə dəfə bilirsən. Yoxlamışam onu. Bax könül hazırda bax. Ay sağ ol, elə rahat keçir və əlinə də barmaqlar arası dəyişə bilirsən. Amma belə həm də dişləyir deyəsən. Yox, başın sığalladı. Hələ öz aləmdə də Oynayırlar, dovşan nasıl oynayırlar. yatır, Onların elə heç yatıblar biri burada, yəni- yatdan burada. Bəli, bu qədər Ciddi. səsküyə baxmayaraq Ciddi. ərəb dovşanları necə yatır? Cütə, Qidalanma ilə bağlı bir məsələ oturaq tutmaq bu burada. vitamin mövzusuna. Yəni məsələn hansısa bir əlavə qatqılar mı deyək, vitaminlər mi deyək məsələn onların Qatqılar deməyək, vitaminlər deyək. Hamısına vitaminlər verilir. Hansına, yəni xüsusi vitaminləri var. Yəni hər gün bunlar verilir bunlara. Yəni bu məsələn deyək ki, ola bilər elə bir insan məsləhət alsın kimdənsə ki, mən ona nə verə bilərəm, necə eləyə bilərəm. Yəni bunu öz bildiyimiz halda eləməyimiz nə qədər təhlükəlidir bu heyvanlar üçün? Əsasən baytardan maraqlanma lazımdır. Yəni öz başına biraz heyvana ziyan vura bilər.
vitaminlərdir və baytarlara yaxınlaşıraq köməklik Siz mənə göstərəcək. deyin, bu heyvanlar musiqiyə qarşı nə dərəcədə həssasdırlar? Məsələn, mahnı səslənəndə, musiqi səslənəndə reaksiya verirlərmi? Heyvanlar, baxın, Bakı çitanı özü. Meymunlar məsələn həzin mahnı çalınanda sakit otururlar. Sakit otururlar, Dinləməyə hə? xoşlayırlar, bəli. Çita, mahnı çita, oxumasan, çita, sakit, 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 çita, çita, sakit ol. Sənin üçün mahnı oxuyacağım birazdan, olacaqsan rahat. Sakit. Sən lirik mahnı dedin, o dəqiqə istədin lirik mahnı səslənsin. Bəli. Və Mən artıq bayır yavaş-yavaş oxuyacağam. Tofik, sən onunla münasibətlərimizi düzəltməyə Piano çalış. ifa eləyərsən Tofiq onun Mehribanov, şefirdən çita. Biz nə edirik dostlar? Yavaş-yavaş sağollaşırıq.